Salam, bugün Per Lagerkvist'in çox düşündürücü bir əsəri Varavva haqqında danışacaq. Salam. Hə, o məşhur Varavva. Bəli, İsa'nın yerinə azadlığa buraxılan adam. Əsaslandıq elə kitabın özünə. Və əsas sualımız da budur ki, yəni insan başa düşmədiyi, hətta bəlkə də qəbul etmək istəmədiyi bir hadisənin damğası ilə necə yaşayır? Düzdür. Gəl Varavvanın bu, necə deyim, mürəkkəb daxili dünyasına baş vuraq. Çox maraqlı mövzudur, həqiqətən. Kitab elə başlayır ki, Varavva çarmıxa çəkilmə səhnəsinə baxır. Bəli. Amma ora kinlə getmir, sanki məcburdur. Yəni onun yerinə ölən adamı görməlidir. Bax, elə o an onun bütün sonraki həyatını müəyyən edir. Elədir. Azadlığa çıxan kimi dərhal özünü kənar hiss edir. Hə. Köhnə mühitinə qayıdır, içki məclislərinə gedir, amma necə deyim, susqundur. Sanki gizlənmək istəyir. Aha. Ətrafdakılar da bunu tutur. O combul qadın obrazı var Hə, o deyir ki... Hə, o deyir ki, bu adam zindandan qəribə çıxıb, elə bil ölüb dirilib, köhnə həyatı ilə əlaqəsi itib sanki. Bu özgələşmə hissi çox güclüdür, bax. Hətta keçmiş yoldaşları, oğrular deyəndə ki, gəl qaydaq dağlara. Tərəddüd edir. Bəli, tərəddüd edir. Yəni, həyat onun üçün əvvəlki mənasını itirib. Bir boşluq var. Kitab bu boşluğu mənasızlığı çox güclü göstərir. Bəs sən necə düşünürsən? Bu təkcə o hadisənin təsiridir, yoxsa bəlkə də əvvəlki həyatının puçluğu üzə çıxır? Maraqlı sualdır, bəlkə də hər ikisi. Yəni, o hadisə bir katalizator olur, amma sonradan baxırıq ki, o İsa'nın davamçıları ilə qarşılaşır. Hə, onların gizli yığıncaqlarını izləyir. Onlar dirilmədən danışırlar, möcüzələrdən çarmıxa çəkilmə anındakı o qaranlıq, zəlzələ. Varavva özü də axı o qaranlığı görmüşdü ya da gördüyünü düşünmüşdü. Düzdür. Amma bunu qəbul etmir. Yəni, çalışır məntiqlə izah etsin. Təbii hadisə kimi. Boş məzarı da deyir, yəqin şagirdlər cəsədi oğurlayıb. Bu onun daxili mübarizəsidir də. Görür, amma ilahi mənanı qəbul edə bilmir. Bəli. Bəlkə də qorxur. Yəni, gördüyünün dəhşətindən qorunmaq üçün bir növ müdafiə mexanizmi qurur. Bu soyuqluq insanlarla münasibətinə də təsir edir. Hə, o dovşan dadaq qız məsələsi. Məsələn, ona qarşı bir günahkarlıq hissi var, amma əsl bağlılıq yoxdur. Kombolça da əvvəl elə bilir, bu mənim üçün qalıb. Amma sonra anlayır ki, yox. Anlayır ki, bu adam heç kimə bağlanmır. Sonra hekayə irəliləyir, Varavva Kipşdə mis mədənlərində kölə olur. Orada saaqla bir zəncirə vurulur, xristiyan saaqla. Bax, o təzad çox güclüdür. Saaqın o sarsılmaz imanı, Varavvanın dərin şübhəsi. Çox təsirli səhnədir. Və ən dramatik məqamlardan biri, Saat İsa haqqında soruşanda... Varavva etiraf edir. Bəli. Deyir ki, mən onu Qolgofada görmüşəm. Bu söz Saaqı darmadağın edir. Həqiqətən. O zəncirlər, sonra da Romada olanda sinəsinə vurulan damğa İsa Məsihin. Sonra onu silməyə çalışır. Amma izi qalır. İzi qalır. Bütün bunlar simvolikdir. Yəni, o hadisədən qaça bilmir. Bu onunla gedir. Romada da eyni özgələşmə, dünyaya qarşı bir, necə deyim, nifrət. Başqa inanclara da yaxınlaşa bilmir. O İzidə məbədi səhnəsi var. Hə, kafir deyib qovurlar. Nə dünya onu qəbul edir, nə o dünyanı. Tam bir çıxılmaz vəziyyət. Və əsərin sonu Roma yanğınından sonra həbs olunur digər xristianlarla bir yerdə. Orada yaşlı bir apostolla qarşılaşır. Çox güman ki, Peterdir. Həmin adam onu tanıyır və deyir ki, sənin taleyin artıq bəllidir, sən onlardansan. Amma maraqlıdır ki, hətta orada hamı dua edir, nəğmə oxuyur. Varavva yenə kənardadır, təkdir. Bəli. Və ən sonan çarmıxa çəkiləndə üzünü qaranlığa tutur və pıçıldayır. Ruhumu sənə tapşırıram. Bu sözlər kimə deyir? Allaha, yoxsa qaranlığa? Bax, bu sual açıq qalır. Bu bir iman anıdır, yoxsa son ümidsizlik? Kitab cavab vermir. Bütün ağırlığı sənin, yəni oxucunun üzərinə qoyur. Deməli, Varavva obrazı bizə dərin bir təcrübə ilə, dərin bir şübhə arasında qalmış bir insanı göstərir. Qəbul edə bilmədiyi ilahi bir hadisənin əbədi damğasını daşıyır. Onun taleyi, inanc, məna axtarışı, insanın özü ilə mübarizəsi haqqında çox ciddi suallar ortaya qoyur. Bəli. Və bu müzakirədən sonra bəlkə də dinləyicilər üçün belə bir düşüncə. Həyatımızda bizi müəyyən edən anlar var axı.
Hətta onlara qarşı çıxsaq da, anlamasaq da, onlar bizi necə formalaşdırır? Maraqlı sualdır. O inanc və şübhə arasındakı sərhəd, o nə qədər keçilməzdir, yoxsa insan ömrü boyu bu ikisi arasında gedib gəlir? Bax, bu suallar üzərində düşünməyə dəyər.